İran adətən Azərbaycana qarşı həmişə bir düşmən mövqedə dayanıbdır və fürsət düşdüksə də bu düşmənçiliyi biruzə verib və bunu açıq şəkildə göstərib. Baxmayaraq ki, üzdə biz dost deyil, mehriban qonşuyuq, tarixi kökləri biz, eyni millət, eyni xalq kimi şüarlar səsləndirir. Biz əməldə bunun fərqli situasiyalarını, fərqli nüanslarını görürük. Bu da ondan qaynaqlanır ki, İran heç vaxt Azərbaycanı müstəqil bir dövlət kimi qəbul etməyib. Nəinki qəbul etməyib, bunu həm də özü üçün ciddi təhlükə hesab edir. Bu baxımdan da Azərbaycanı həmişə, hər zaman gözdən salmağa çalışıb, Azərbaycanı qaralamağa çalışıb. İran əsasən, belə deyək, İslam aləminin parçalanması istiqamətində fəaliyyət göstərməkdədir. Niyə məhz İranı da tam darmadağın etmədilər, İranı niyə məhz rejim dəyişdiyinə getmədilər. Halbuki bu bir addımlıqdaydı. İsrail hərbi hava qüvvələri, eləcə də Birləşmiş Ştatların hərbi hava qüvvələri və kəşfiyyat orqanları dini liderin harada gizləndiyini çox yaxşı bilirdilər və onu da ilk etapdan aradan götürə bilərlər. Məsələnin mahiyyəti ondan ibarət ki, İran həmişə qərbə də, İsrailə də məhz kömək edib İslam dininin parçalanmasında, İslam coğrafiyasının parçalanmasında, hətta bir-birinə qarşı düşmən mövqedə olmasına. Bu baxımdan da İranın tam sıradan çıxarılması nə Qərbi, nə də İsrailin maraqlarında deyildi. Ona görə də bu müəyyən həddə qədər onu saxladılar və mən hesab edirəm ki, bir müddətə qədər İranın dirçəlməsinə imkan yaradacaqlar ki, o bölgədə rəqabəti, bu düşmənçiliyi davam elətdirmək gücündə olsun. Fakt ortadadır, İranın bütün strukturları məhv edilibdir, yəni söhbət hərbi arsenalından gedir. Eyni zamanda onun elit hərbi qüvvələri, hərbi komandanlığı məhv edilib, nüvə alimləri məhv edilib. Yəni burada hər hansı bir qələbədən söhbət gedən və sadəcə olaraq rejim özünü məğlub kimi deyil, öz varlığını göstərməyə çalışır. Yaxşı bilir ki, bu müharibə bununla bitməyibdir. Müharibənin davamı gələcək. Çünki verilən bəyanatlardan da məlum olur ki, nə İsrail, nə də Birləşmiş Ştatlar İranın Molla rejimindən tamamilə əl çəkmək fikrində deyil. Eyni zamanda bu, belə deyək ki, dağıntılar, müəyyən böyük xəsarətlərin alınması, İranın məğlub duruma düşməsi onun bərpası üçün böyük xərclər tələb edir. Bu xərcləri də təbii ki, sanksiyalar altında olan İran hardan çıxardacaq? Belə deyək, insanları, öz vətəndaşlarını, öz xalqını soymaqla, tanal eləməklə onu məcburdur ki, bu sistemi yenidən bərpa edə bilsinlər. Bu da ölkədə müəyyən qarşı durmalara gətirib çıxara biləcək, müəyyən xaotik vəziyyətə gətirib çıxaracaq və bunları İranın rejim hakimiyyəti, Molla rejimi çox yaxşı dərk edir. Bu baxımdan da indi qarşıda da məhərrəmlik gəlir, yəni aşura günü gəlir. Bundan da faydalanacaq təbii ki, həm kənar qüvvələrə qarşı, həm daxildəki özünün rəqiblərinə qarşı bu aylardan da, bu fürsətdən də istifadə edəcək. Və qorxulu odur ki, mənim üçün narahat verici tendensiya ondan ibarət ki, Molla rejimi əlinə düşmüş bu fürsətdən Güney Azərbaycan fəallarına qarşı istifadə eləsin, öz müxalifətə qarşı istifadə eləsin və bunu da adını qoysun ki, İsrailə cəsusluq edib və İsraillə işləyib və ilaxır və s. Artıq bu çox ciddi bir haldır və mən hesab edirəm ki, İran rejiminin, Fars rejiminin Güney Azərbaycanda həyata keçirəcəyi repressiyalar üçün bu bir fürsətlə bir bahanə vermiş olacaqdır. İran yenə təhlükə olaraq qalmaqdadır. Çünki İranın əlində olan 400 kiloqram 60% zənginlənmiş uranın harada gizlədilməsi məlum deyil. Bu həmişə bir ciddi təhlükə olaraq qalır. Eyni zamanda İran özünün raket proqramından imtina etmədiyini açıq şəkildə bəyan elədi. Bu da həm İsrail üçün, həm də belə deyək, Birləşmiş Ştatların körfəz maraqları üçün təhlükədir. Bilirsiniz ki, Birləşmiş Ştatların körfəzdə böyük maraqları var. Dünya neft ticarətinin 20% məhz bu körfəzdən keçir. Ona görə də bu məsələ həmişə Birləşmiş Ştatların da, İsrailin də diqqətində olacaq və İranı da müəyyən etapa qədər onun bərpa olunmasına kömək eləyəcəklər. Amma onun yenidən əvvəlki gücündə, yəni söhbət
raket proqramının yüksəlişinə və yaxud da nüvə silahını əldə etmə kimi proqramlarını reallaşmasına imkan verilməyəcəkdir. Və eyni zamanda bu həm də bir ciddi dəyişikliyə gətirə çıxacaq bir risk də yarada bilər. Çünki əgər İranda rejimin parçalanarsa və rejim dağılarsa, o zaman belə də ki, bir xaotik vəziyyət yarada bilər. Biz bunu Suriyada gördük, biz bunu İraqda gördük, Liviyada gördük. Yəni bu cür xaotik vəziyyətin Fars körfəzində baş verməsi İsrailin də, İranın da, üzr istəyirəm, İsrailin də, Birləşmiş Ştatların da maraqlarına deyil. Çünki bayaq da vurğuladığımız kimi hər iki dövlət İranın zəif olmasını, onlara boyun əyməsini istəyir, amma parçalanmasını, rejimin getməsini istəmirlər. Bu baxımdan da əgər yenidən İranın ali dini lideri cığallıq edərsə, yenə İsrailə hədələyərsə, bəli, eyni addımların atılacağı gözləniləndir. Bunu təkcə Trump demir, İsrailin baş naziri də bəyan edir ki, biz İran imkan vermərik ki, İran yenidən özünə gəlsin, İran raket proqramlarını inkişaf elətdirsin, nüvə silahına sahib olsun. Yəni bu artıq konkret İsrailin də, Birləşmiş Ştatların da qırmızı cizgisidir.